birinci deyərdim gerçəkləşməyən işiniz Sovet dağılandan sonra müstəqilliyin əvvəlində üzərində çalışdığınız Məmməd Əmin Rəsulzadənin abidəsidir. Daha doğrusu heykəli. O da Kukla Teatrının üzbəüzdə yeri də nəzərdə tutulmuşdu. Hətta siz mərmər də gətirtmişdiniz. Gətirmişik. Hələ indiyədək yəni qoyulmayıb bu abidə, heykəl. Mən də cavab verə bilməyəcəm. Mən bilmirəm nə iş. Layihə var. Bəli. Mərmər olub, yer də təsdiq elədi. Şu da. O dövrə görə sərəncam da verilmişdi də. Sərəncam da var, hər şey var. Bəli. Amma iş getmir. Siz yəni bunu vaxtaşırı yada salmışsınız müəyyən yerlərdə, dairələrdə. Yox, mən danışmadım bu. Amma danışardım. Gerek. Koyulsun da. Bu yeri seçilmiş. Onu da proyekti bu yere böyle pidestal, böyle kruqlu pidestal elədim. Ona uygun olsun bu yere. Böyle kalıp